Məscid mövzusu qızğın mübahisələrə səbəb olduğu üçün bu barədə bir neçə kəlmə söyləmək istəyirəm. Quranda var-yox söhbəti aparıb, Quran müqəddəs deyil, məscid anlayışı yoxdur, o yoxdur, bu yoxdur kimi populist fikirlər səsləndirərək milli mənəvi dəyərlər ucuzlaşdırılanda bu dəyərləri hər an aşağılamaq istəyən əğyara cəsarət verdiklərini kaş biləydilər. Məscid sözü Quran-ı Kərimdə cəmdə və təkdə olmaqla 28 dəfə işlədilib. Bu ayələrin bəzisində məscidin əhəmiyyəti və onun qorunmasının vacibliyindən bəhs edilib. Tövbə surəsinin 18-ci ayəsində oxuyuruq. Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Mən məscid ayələri haqqında ayrıca danışmaq istəyərdim. Lakin ötəri toxunuram ki, bu ayədən bizə aydın olur ki, məscid və onun abadlaşdırılması o qədər önəmli məsələdir ki, burada nəinki Allaha, axirətə etiqadın olmalıdır, nəinki ibadət əhli olmalısan özün, hətta zəkat verən də olmalısan. Yəni, məscid üçün sərf edilən hər bir xərc yalnız və yalnız halal pulu ilə olmalıdır. Cin 18-də oxuyuruq. Şübhəsiz ki, məscidlər Allahındır. Bəzən məscid üçün Allah evi ifadəsi işlədilir. Bu məcazi məna daşıyır. Evin Allaha nisbət edilməsi oraya xüsusi məna, hökm, fəlsəfə qatır. Məscidlər yalnız və yalnız Allah üçün istifadə edilməlidir. Nədə ki, Allahın razılığı var. Bəs məscid dağıtmaq, hətta Quranda bu barədə də ayə var. Zirar məscidə eşitmisiniz, bu barədə gərək geniş danışım. Səthi toxunum ki, münafiqlər bir məscid tikdilər, lakin Peyğəmbərin əmri ilə həmin məscid dağıdıldı. Çünki onun tikilməsindən məqsəd möminlər arasında təfriqə salmaq, küfrü yaymaq və münafiqlər üçün bir mərkəz yaratmaq məqsədi ilə inşa olunmuşdu. Lakin inşa edənlər bunu bəhanə edirdilər ki, xəstələr və çətin vəziyyətdə olanlar üçün tikilmişdir. Çünki onlar Quba məscidinə getmək imkanına malik deyirlər. Bu məscid haqqında Tövbə surəsinin 107 və 108-ci ayələri nazil olub və Zirar adı bu ayələrdən götürülüb. Allah həmin surənin 108-ci ayəsində buyurub: Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid əlbəttə içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər var. Allah da pak olanları sevir. Məscid sözünün nə olması barəsində fərqli fikirlər var. Məscəd ərəb dilində alnı yerə qoymaq və tam təvazökarlıqla torpağa düşmək mənasındadır. Məscid isə səcdə edilən yer deməkdir. Bəzi alimlər deyir ki, məscid ərəb mənşəli söz deyil, əksinə semitik sözdür ki, bu söz miladdan əvvəl 5-ci əsrə aid Arami dili mətnlərində işlədilib. İslamdan əvvəlki dövrdə bu söz Allahın ibadət olunduğu istənilən yerə və məbədə işarə etmək üçün istifadə olunurdu. Bəzi tədqiqatçılar hesab edirlər ki, məscidlər, yəni məsəcid sözü Həcc surəsinin 40-cı ayəsində də elə bu ümumi mənada işlədilib. Hal-hazırda məscid sözü terminoloji olaraq müsəlmanlara məxsus ibadətgah və namaz qıldıqları yer mənasındadır. Cami məscid sözünü də eşitmiş olarsınız. Bu sözlə adətən böyük məscidlər və ya şəhərlərdə yerləşən cümmə namazının qılındığı məscidlər nəzərdə tutulur. Statistikaya əsasən 2019-cu ilə qədər dünyada təxminən 3 milyon 600 min məscid mövcud olmuşdur. Bu isə o deməkdir ki, hər 500 müsəlmana bir məscid düşür. Bu məscidlərin ən çoxu İndoneziyada yerləşir. Orada təxminən 800 min məscid olduğu təxmin edilir. Sovetlərin son dövründə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu 1990-cı ildən Azərbaycanda 1000-ə yaxın məscid inşa olunmuşdur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub. Habelə 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb. 16 məscid yenidən qurulub. Şanlı qələbəmizdən sonra artıq işğaldan azad olunmuş torpaqlarımızda görülən ilk işlərdən biri orada məscid inşa etməkdir. Çünki ermənilərin ilk işi bizi təhqir etmək üçün məscidlərimizi dağıtmaq yaxud oranı tövləyə döndərmək idi. Hz. Məhəmmədin sallallahu aleyhi və aleyhi və səlləm təlimlərinə əsasən Allaha ibadət və namaz qılmaq üçün xüsusi bir yerə ehtiyac yoxdur və yer üzünün istənilən nöqtəsində Allaha ibadət və namaz qılmaq olar. Müsəlmanlar hicrətdən əvvəl namaz qılmaq üçün müəyyən bir yerə malik deyildilər və harada imkan yaranırdısa orada da namaz qılırdılar. Hz. Məhəmməd salavatullah dəvətini aşkar etdikdən sonra bəzən Kəbənin
məscidin yanında namaz qılırdı. Quba məscidi İslamda inşa olunan ilk məscid hesab olunur. Barəsində danışmışam. Peyğəmbər Məkkədən Mədinəyə hicrət edərkən Mədinəyə daxil olmamışdan əvvəl Quba adlı bölgədə bir həftə qaldı və bu müddət ərzində xalqın istəyi ilə orada bir məscid tikdi. Müsəlmanların Mədinəyə hicrətindən sonra Peyğəmbər cəmaat namazı və müsəlmanların toplaşması üçün bir məkan seçdi və möminlərin iştirakı ilə bu məkanı sadə şəkildə bu məqsəd üçün hazırladı. Bu məscid Məscidun Nəbi və ya Peyğəmbər məscidi adlandırıldı və tezliklə müsəlmanlar arasında xüsusi bir məqama sahib oldu. O, ibadət, tədris, ictimai fəaliyyətlər və əhəmiyyətli siyasi qərarların qəbul edildiyi bir yerə çevrildi. Məscid hicrətdən sonra yalnız ibadət yeri olmaqla kifayətlənmədi, həm də dövlət idarəçiliyi üçün bir mərkəz kimi fəaliyyət göstərdi. Daha sonra isə tədris və təbliğ məkanı olaraq da istifadə olunmuşdur. Sonralar dövlət idarəsi deyilən Darul Hükümə və məktəblər inşa edildikdə məscid ibadətə məxsuslaşdırıldı. Baxmayaraq ki, bəzən o məktəb kimi də istifadə olunurdu. Əzizlər, diqqətinizə də bir şey çatdırım. Elm, kitab, məktəb, dəftər və s. bu qəbil sözlər, hətta tədris, tərbiyə, təlim kimi ifadələr də ərəb mənşəli sözlərdir və aydındır ki, İslam təlimləri nəticəsində xalqımız tərəfindən mənimsənilib. Məscid və məktəb ayrı-ayrı şeylər olmayıb. Əslində bir yerdə olub. Yəni, əslində İslam təlimlərinə əsasən məscid sökmək, elə məktəb sökmək anlamını daşıyır. Məscid söküb yerinə məktəb tikmək kimi iki dəyəri bir-biri ilə vuruşdurmaq istəyi sadəcə düşünülməmiş bir savad bir fikirdir. Əgər kimsə məktəb inşası etmək istəyirsə, bunun üçün məscid sökməyə ehtiyac yoxdur. Əksinə, məscidə gedib, mənə təhsilə ehtiyac duyan, çətinlik çəkən filan sayda tələbə adını verin. Mən onları Allaha xatir oxutmaq istəyirəm demək daha uğurlu fikir olardı.